Gözümü açandan nənəmin hana qarşısında gözəl xalçalar toxuduğunu görmüşəm. Elə ilk addımlarımı da əlvan naxışlı xalçalar üzərində atmışam. Xalça ilə bağlı hər şeyi, onların tarixini, naxışların, rənglərin ifadə elədiyi mənaları aləmdən öyrənmişəm. Bu arada mən pəriyəm. Sizə uşaq ikən gördüyüm və heç vaxt unutmadığım bir yuxunu danışmaq istəyirəm. Xalçadakı quşlar canlanaraq məni sehirli xalça üzərində vətənimin hər qarışını gəzdirmiş, onların xalça toxunma ənənəsi ilə tanış etmişdi. Suraxanı kəndində evlərdən birinin eyvanında qadınlar, həmçinin kiçik qızlar xalça toxuyurdular. Qubanın yaşıl meşələrində ağaclar arasında şən mahnılar oxuyan xanımlar qonaq kənd xalçasını yuyurdular. Sonra yolum Şirvana düşdü. Orada evlərin divarları Qabıstan xalçaları ilə bəzədilmişdi. Gəncədə Şah Abbas məscidinin həyətində oxunan duaları və toxuyan əllərin hərarətini özünə hopdurmuş Faxralı xalçası sərilmişdi. Qazaxda isə qadınlar böyük sevgi və həvəslə Şıxlı xalçasını toxuyurdular. Qarabağın bərəkətli torpaqları üzərində uçanda, xoşbəxt bir ailənin ocağında onların saadətinin qoruyucusu olan Çələbi xalçasını gördüm. Naxçıvanda isə həyətlərin birində uzaq səyahətləri xatırladan karvan xalçası ilə rastlaşdım. Yol məni Təbrizə apardı. Burada gördüyüm saraylardan birini həyat ağacı xalçası bəzəyirdi. Bu səyahət mənə göstərdi ki, xalçalar Azərbaycan xalqının tarixi, adət-ənənələri və ruhudur. Harada olmağımızdan asılı olmayaraq, bizi birləşdirən məhz bu ruhdur. Amma mən sizi yuxuda yox, real həyatda səyahətə dəvət edirəm. Heyrətamiz xalçalar məkanına, xəyalların həyata keçdiyi Azərbaycan Milli Xalça Muzeyinə xoş gəlmisiniz.